Kürə peçinə aid qapaqlardan növbəti isə aval modeldir. Yəni bu modelin fərqi digərlərindən şüşəsinin böyük olmasıdır, həmçinin ölçüsündə də fərq eləyir. Bu modelin eni 51 sm-dır, tən ortadan hündürlüyü 38 sm, yanlardan isə hündürlüyü 21 sm-dır. Bu da yenə ona imkan verir ki, siz istədiyiniz şirniyyatlar olsun, yeməklər olsun, kabablar olsun, çox rahatlıqla içərisində hazırlaya bilərsiniz. Bu modelin də üzərində termometr var, içərinin istiliyini görə bilirsiniz. Aşağı hissəsində havalandırma yeridir. Yəni çox səliqəli, gözəl, effektiv qapıdır. Bu modelin belə kənarları qızılı rəngdə olan forması da var. Yəni bu ona imkan verir ki, kürədə yemək bişirdiyiniz vaxtı hər dəfə qapını açmağa ehtiyac yoxdur. Yəni içəridə bişən yeməkləri rahatlıqla görürsüz. Bir məsələni müştərilərimizin nəzərinə çatdırım. Ümumiyyətlə, yəni bugünkü gündə Azərbaycanda tikilən kürələrin əksəriyyəti qaz ilə olduğu üçün bu gördüyünüz qapaqlar da məhz qazın temperaturuna dözən şüşələrləndir. Yəni odun ilə yanan kürələr üçün bizdə mağazamızda bu iki model var. Yəni biz hər zaman müştərilərdən qapı almaq istədikləri zaman soruşuruq, odun yandıracaqsınız və ya qaz yandıracaqsınız. Yəni ona görə qiymətləri də dəyişir, yəni modellər də fərqlənir. Bu gördüyünüz modellər, yəni qaz ilə yanan kürələr üçündür. Yəni qaz ilə yanan kürələrdə əgər odun yandıracaqsınızsa, bu qapaqlar şüşəsiz model xaric, bu şüşəlilər yəni uyğun deyil. Odun üçün olan modellərimiz buradakı olan iki modeldir. 50-nin 39-a belə orta hissəsində şüşəli modelimiz var və aval formalı 51 eni, 31 hündürlüyü, yanlardan 20 sm olan yenə balaca şüşəli od üçün olan şüşəli qapaqlarımız da mağazamızda satışdadır. Aşağıda əlaqə nömrəmiz qeyd olunub. Sifarişi olanlar zəng edə və ya WhatsApp-a yazıb öz sifarişlərini verə bilərlər.